Azərbaycanda bəli, ən çox qadınlar arasında populyardır bu sənət, ancaq dünyada uşaqlar və kişilər arasında da çox böyük populyarlıq qazanmışdır. Bu sənəti öyrənmək üçün istək lazımdır. Heç bir xüsusi qabiliyyətə ehtiyac yoxdur. Əgər insanın daxilində o sənətə, yaratmağa, incə sənətə istək varsa, tezliklə öyrənə bilər. Yəni bu sahədə toxuculuq kursları, sosial media çox böyük faktordur, çox böyük əhəmiyyət kəsb edir. Səbr tələb olunur, elə bilirlər, ancaq toxuculuq özü insanda səbr və təmkin yaradır. Əllə gözün koordinasiyasını yaradır, zehnin qocalmasını ləngidir. Eyni zamanda toxuculuq bir art terapiya növüdür. Yəni psixoloji cəhətdən çox böyük, belə deyək də, müalicəvi təsiri vardır.